140 ədədindən kiçik, diqqət, 140 ədədindən kiçik, 140 ilə neçə dənə qarşılıqlı sadə ədəd var? İlk öncə kim deyə bilər? Qarşılıqlı sadə ədəd nədir? Ortaq bölənləri olmayan. Ortaq bölənləri olmayan və ya ortaq bölənlər bir olan ədəddir. Okey. İndi biz bunu necə tapırıq? Bunun üçün bizim P düsturumuz var. P bərabərdir. A vurulsun. A bizim hər hansı bir istənilən bir ədəddir, verilən ədəddir. 1 çıxılsın, 1 bölünsün A. 1 çıxılsın, 1 bölünsün B, 1 çıxılsın, 1 bölünsün C. Bu şəkildə gedir. İndi deyəcəksiniz ki, müəllim, buradakı A, B, C nədir? Ədədin sadə qruplarıdır. Məsələn, 140 ədədindəki A bizim olsun 2-miz, düzdür? B olsun 5-imiz, C olsun 7-imiz. İndi yenə sual verə bilirsiniz ki, mən burada 2-dən 2 dəfə yazmalı, xeyr, 1 dəfə yazılır. Çünki hər ədəddən 10 dəfə də olsa 1 dəfə yazırsınız. Yaxşı. Onda P-ni necə tapırsınız? P bərabərdir. 140 vurulsun. 1 çıxılsın 2-də 1. Vurulsun. 1 çıxılsın 5-də 1. Vurulsun. 1 çıxılsın 7-də 1.